Bugün Azərbaycan teatrı yaranmasının 152-ci il dönümünü qeyd edir. 1873-cü il martın 10-da Bakı Real Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin Sərgüzəşti Vəzir Xani Lənkəran komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşada da teatr tamaşaları təşkil edirdilər. Lənkəranda teatrın təşəkkül tapmasında müstəsna xidmətləri olan görkəmli səhnə ustası, SSR xalq artisti Sidqi Ruhullah 1912-ci ildə Lənkəranda dram heyəti yaratmaq istəyən həvəskarlarla Bəxtsiz Cavan, Nadir Şah faciələrini, Rızayevin Cəhalət və Nəcəf bəy Vəzirovun Ev tərbiyəsinin bir şəkli komediyalarını səhnələşdirib. Yarandığı ilk dövrdən sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapan Lənkəran Dövlət Dram Teatrı repertuarında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı Qərbi Avropa, Rus və digər ölkə xalqlarının dramaturgiyasına mühüm yer verib. 3 əsrlik tarixi olan Lənkəran Dövlət Dram Teatrı indi də fəaliyyətini uğurla davam etdirir. Bu illər ərzində teatr zəngin və rəngarəng tamaşaları ilə hər zaman tamaşaçılarını sevindirir. Özünün yeni inkişaf mərhələsini yaşamaqda və yeni uğurlar qazanmaqda olan Lənkəran Teatrı ənənələrinə sadiq qalaraq Azərbaycanın milli teatrına şərəflə xidmət edərək inkişaf istiqamətini, bədii simasını ləyaqətlə qorumaqdadır. Respublika ictimaiyyətini, bütün teatr sevərləri, bütün teatr camiyyəsini, Mədəniyyət Nazirimiz başda olmaqla ürəkdən təbrik edirəm və inanıram ki, teatr həmişə cəmiyyətin fövqündə duracaq. Yeni mövsümə biz teatrın yeni rəhbərliyi ilə başlamışıq. Respublikamızın əməkdar mədəniyyətçisi, Dağıstan Respublikasının əməkdar artisti Lalacar xanım Hüseynova teatrımıza rəhbərlik edir. Onun rəhbərliyi dövründə qısa müddətdə biz 8-ə yaxın tamaşa hazırlamışıq. Repertuarda olan tamaşalar. 1975-ci ildən Lənkəran Dövlət Dram Teatrında işləyirəm. Teatrı sevmişəm, daxilən sevmişəm. Elə belə yox, elə belə gəlməmişəm teatra. Mən Azərbaycanda bütün teatrlarda işləyən sənət dostlarımı bu bayram günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.